Cinsi istək bizdə bəylərdə tək hormonlarla asılı deyil, qadın faktoru da çox önəmlidir. Yaxşı, bunlar nələrdir? Təbii ki, xanımdakı, partnyorumuzdakı ünsiyyətdir, xoş sözdür, münasibətdir və eyni zamanda yataqdakı performansdır. Bunlar bəydəki ehtirası, istəyi və eyni zamanda sərtləşmə gücünü də təsir eləyir. Bəzən yandakı gələn pasiyentdən görürəm ki, sırf bəy saqqal saxlayır deyə xanımı onu yatağa buraxmır və yaxud da bəyin istədiyi ünsiyyət xanım tərəfindən qurulmur. Yəni problem bu qədər sadə, bəzən də çox mürəkkəb ola bilir. Əsas burada münasibətin daha güclü şəkildə qurulması üçün ünsiyyət və istəklərin bir-birinə düzgün şəkildə ifadə edilməsidir. Əgər cinsi həyatınızın düzgün şəkildə uzun ömürlü olmasını istəyirsinizsə, mütləq dərəcədə bir-biriniz ilə danışıb istəklərinizi bildirməlisiniz və bundan kəsinliklə utanmamalısınız. Kişilər niyə arzuladıkları cinsi həyatı kənarda axtarır? Bunun əsas səbəbi evdə ünsiyyətdə gizlidir. Yəni burada qadın faktoru çox önəmlidir.